Salam əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MGTV izləyicilərimizə. Demək mənim bu videonu çəkməkdə Türkiyəmizə qarşıda gələn böyük təhlükələr olduğunu öncəki videolarımda demişdim. Ancaq bugün yeni aldığım bilgilərə görə iki böyük təhlükə gəlir. Bunlar planlı şəkildədir. İlk öncə bunu da buradan deyim. Türkiyəmizin bəkası, Türkiyə Cümhuriyyətinin qorunması, təhlükəsizliyi və bütövlüyü, Azərbaycanımızın qorunması, təhlükəsizliyi və bütövlüyüdür. Və onun kimi də Azərbaycanın var olmağı, bəkası Türkiyə Cümhuriyyətimizin bəkasıdır. Bunu hər kəs bilsin. Baxın, mən Türkistan bölgəsindən hələ olayları danışmıram. Bugün Netanyahu kabineti İsrail-Türkiyə arasında gərginliyin son həddə çatmasına görə Ağ Evdə İsrail lobbisiləri, Yahudi lobbiləri tərəfindən Trump kabinetinə təklifdə bulunmuşlar ki, müsəlman qardaşları örgütünü terörist listesine alsınlar. Bu ne demektir? Hamas'ı bilirlər ki, Türkiyə Cümhuriyyəti siyasi tərəfdən dəstəkləyir və Hamasla siyasi əyağını, yəni Türkiyəmizlə qopartmaq üçün, yəni dəstəkliyini qopartmaq üçün bu təklifi sürüblər. Çünki müsəlman qardaşları örgütü və Hamas'da hamısı bir qola bağlıdırlar, bir kökə bağlıdırlar. Və bunu da Hamas liderlərinin Türkiyədə olması və dəfələrlə gəlməsi, getməsi, o zaman İstihbarat Başkanı, bu günləri Dışişləri Bakanı Sayın Hakan Fidanla da görüşləri, fotoları, bunlar hamısını nəzərə alaraq, bunlar bu plana keçiblər, bu işə keçdilər. Əgər Ağ Ev, Trump kabinesi bu təklifi qəbul edərsə, məncə qəbul edəcəkdir. Məcburdur. Müsəlman qardaşları örgütünü terörist listesine alsalar, Türkiyəmizə qarşı baskı olacaqdır. İlk növbədə Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan siyasətinə, Dışişləri Bakanı Sayın Hakan Fidan'a, İstihbarat Başkanı İbrahim Kalın'a, dövlətə, yəni Türkiyə Cümhuriyyətinə baskı olacaqdır. İndi bu nə ilə nəticələnəcəkdir, onu zaman göstərəcək. Yəni bu təhlükə var və artıq oyundadır. Masa üstündədir bu. İkinci bir təhlükəni anlatmaq istəyirəm. Bu, Pentagonun və imperialistlərin Birinci Dünya Savaşı zamanı Osmanlını necə böldülər, parçaladılar, içərdən, dışarıdan parçaladılar, Birinci Dünya Savaşına soxdular. Eyni güclər, eyni piyonlar bugün Türkiyə Cümhuriyyətimizi üzərinə oynayırlar. Eyni güclərdir və eyni piyonlardır. Eyni işdəki xainlərdir. Vətənin duzunu, çörəyini, suyunu içən, çörəyini yiyən xainlərdir. Baxın, Osmanlı ordusu nə qədər Birinci Dünya Savaşında da texniki tərəfdən Almanya kimi, digər ölkələr kimi güclü olmasa da, amma ordusu orduydu. Bu ordunu dağıtmaq üçün ilk öncə ordunu böldülər. Şam, Bağdad istiqaməti, Mədinə istiqamətində Balkanlara, Qafqazlara, Filistinə, Yəmənə, hər yerdə böldülər. Və bu bir ordunu məhv etmək üçün ilk öncə parçalamalısan, bölməlisən, sonra onu dağıtmalısan. Və ordunun da başına o zaman Alman generallarının adı qoydular. Bilərəkdən Osmanlı ordusunu Birinci Dünya Savaşında zəiflətdilər və Birinci Dünya Savaşını Almanya, Osmanlı uzuzdu və dövləti parçaladılar. Eyni oyunlar gəlir. Birinci Dünya Savaşına Osmanlının soxmağı
Kimlərsə tarixi bildi, bilmədi danışmasın. Nə Nuri Paşa elifdi bunu, nə kimsə. Artıq Osmanlının pastasını Avropada Rusiya, İngiltərə, Fransa, İtaliya, Portuqaliya, İspaniya bölmüşdülər. Sadəcə bahane axtarırdılar. Və Qaradənizdə Osmanlı bayrağını Alman gəmisi tərəfindən Rus gəmisini saldıraraq Rusiya Osmanlını savaşa qarşı-qarşıya gətirdilər və Osmanlını savaşa soxdular. Bugün Qaradənizdə Ukrayna-Rusiya savaşında Qaradənizdə bilirsiniz ki, əsas güc Türkiyəmizdir, ikinci Rusiyadır. Ukrayna bir bölgəsidir, Odessa tərəfdir və batı tərəfindən də Rumıniya və Bolqariya. NATO bugün Rumuniyada və Bolqariyada da üstlərini qurub dəniz sahillərində. Buna diqqət edin. Qaradəniz Putin Krımı işğal etməyi, Qaradənizdə gücünü artırmaq idi. Qaradənizdən Rusiyanın bu günləri bütün petrol, enerji daşıyan gəmiləri, ticari gəmilərin 90% Qaradənizdən gedərək okeanlara çıxır və oradan ticarət edirlər. Və Ukrayna-Rusiya savaşı başlayan 2022-ci ildə Rusiyanın Moskva hərbi gəmisini Amerikanlılar füzələrlə batırdılar. Bunu mediada belə demədilər. Ruslar da buna olaraq cavab həmin il Amerikan dronunu, Qaradəniz üzərində uçan dronunu Su-57 ilə vurub saldılar. Amerikanlar da buna dillənmədi. Və bu Qaradənizdə sular isinir. Rusiyanın bu günləri Odessanı alması fikirləşir. O planında da var. Ukraynanı dəniz sahillərindən uzaqlaşdırmaqdır. Qaradənizə yolunu bağlamaqdır. Və indi bura diqqət edin. Türkiyəmiz NATO'nun üzvü, Romanya NATO'nun üzvü, Bulqariya da NATO'nun üzvüdür. Əgər yarın Qaradənizdə bir çaxnaşma baş versə, Rusiya-Amerika arasında, NATO arasında, boğazların anahtarı Türkiyəmizdədir. Bu da nə deməkdir? Bu bir daha Qazi Mustafa Kemal Paşanın, Atatürk'ün öncə görməyi və dahi olmasının 90 il bundan əvvəl Mondros anlaşmasında imzasını atmasının bugünə kimi Türkiyə Cumhuriyyətinin həm Bosfor boğazları əlində tutması və Qaradənizin anahtarını əlində saxlamasıdır. Budur Qazi Mustafa Kemal Paşa Atatürk. Əgər orada savaş başlayarsa, Rus gəmiləri Qaradənizə dəstəyə gedəcək. Türkiyəmiz nə edəcək? Türkiyəmiz boğazları bağlasa, icazə verməsə, Rusiya-Türkiyə qarşı-qarşıya qalacaq. İcazə versə keçməyə də, çünki sazişdə savaş edən zaman 21 gündən artıq qala bilməzlər, keçə bilməzlər. Əgər icazə versə, Amerika ilə Türkiyənin arasında nə baş verəcək və nə nəticə ələcək? Türkiyə burada avtomatik olaraq bu şeytani projenin ikinci B bəndidir bu, Türkiyəmizə qarşı. Tam ortasında qalır. Ukrayna-Rusiya savaşında düzgün, doğru politika saxlamasını mən tərifləyirəm. Türkiyəmizin doğrulara doğru deyərəm, çünki mən strateji analitikəm. Yanlışlara da yanlış deyərəm. Çox doğru siyasət yürütdü. Ancaq Qaradənizdə sular isinməyə doğru gedirsə də, yarın orada Rusiyanın, Amerikanın qarşılaşması, bir savaş çıxmasında Türkiyə, Romanya, Bolqariyada üçü də NATO ölkəsi olaraq və Qaradənizin anahtarı da Türkiyəmizin əlində olaraq nə baş verəcək? Boğazları bağlasa Ruslarla qarşı-qarşıya qalır, Rus gəmilərini də bıraxsa bu da olmur. Həm NATO'nun üzvü, həm Amerika ilə bu da əmələ gəlməyəcək. Təhlükələrdən biri budur. Bu da hamısı Türkiyə Cumhuriyyətimizə qarşı oynanılıb ki, Türkiyəmizi Rusiya ilə qarşı-qarşıya gətirsinlər. Və bu yaxınlarda, Balkanlarda qızışacaq olan savaş Bosna-Hersegovina və Serblər arasında
Və bildiyimiz kimi Türkiyə Cumhuriyyətimiz hər zaman Bosnakların yanında olmuş və orada büyünlər SİHA fabrikaları tikib dəstək vermiş. Bunu da hər kəs bilir. Bu da bunları qızıqlandırır. Serbləri də, Slavyanları da, digərlərini də, imperialist gücləri də. Rusiyanın da əsas. Bu Avropa Şurasıdır, bu NATO'dur, bu kimdir? Bunların heç biri gücü çatıb Ruslarla savaşmırlar. Birinci Dünya Savaşında da. Buna görə o vaxt Osmanlını soxdular. Türklərlə qabaq-qabağa gətirdilər. Bugün də Türkiyəmizi qarşıda gələn bölgesel savaşlara, 3-cü Dünya Savaşı demək olar ki, Rusiya ilə qarşı-qarşıya gətirmək istəyirlər. Buna çox diqqət etmək lazımdır. Gələcək videolarımda bəzi araşdırdığım bilgiləri də deyərəm. Allah Türkiyəmizi qorusun, dövlətlərimizi qorusun, Türk dünyasını qorusun. Allah bu bizim dövlətlərimizin üstündə olan qara bulutları qovsun. Azərbaycanımıza da olan təhlükələr var. Hər zaman olduğu kimi bir cənubdan, bir də şimaldan. Və bunların da adamları içimizdə olan xainlər, Kolon 5 deyən köpəklər, SSR-in bayrağını qaldırdıranlar və onların arxasında duranlar, bunlar da bir təhlükədir. Uca Tanrım Türk millətini qorusun və uzatsın. Nə mutlu Türküm deyənə.